Biz necə bir insanıq? Bir gün qiyamət olsaydı, heç kim qaça bilməzdi. Nə pulla, nə adla, nə də güclə. Bu dünyada gizlətdiyiniz hər şey orada çılpaq həqiqət olardı. Gülərək etdiyiniz zülümlər, heç nə olmaz dediyiniz həqiqətlər, hamısı arxanızca səssiz-səssiz gələrdi. Ən ağır hökm başqasına yox, öz vicdanınıza veriləcək. Sındırdığınız qəlblər danışacaq, susturduğunuz həqiqətlər qışqıracaq. Və o an anlayacaqsınız, şeytan sizi aldatmadı. Siz özünüzü aldatdınız. Və o gün hər şey bitsə də, yalnız bir şey qalacaq. Necə bir insan olduğun, sən necə bir insansan?